1936-cı ildə partladılaraq dağıdılan Bibi Heybət məscidi. Xəzərin sahilində yerləşən bu məscid Şirvanşahlar dövründə 1281-1282-ci illərdə 2-ci Fərruxsadın əmri ilə memar Mahmud ibn Səd tərəfindən tikilib. Mənbələrdə Səfəvi şahlarından Şah Təhmasib və Şah Abbasın hakimiyyəti illərində burada geniş tikinti və abadlıq işlərinin aparıldığı barədə məlumatlar var. Xalq arasında bu ziyarətgaha hər zaman çox güclü inam olub. Rəvayətə görə 19-cu əsrin görkəmli şəxsiyyətlərindən olan Xurşudbanu Natəvan ailə qurduqdan sonra xeyli müddət övladı olmayıb. O, Bibi Heybət pirinə nəzir deyib, əhd edib ki, uşağı olsa pirə yol çəkdirəcək. Xan qızının nəziri qəbul olub. Övlad sahibi olan şairə əhdinə sadiq qalaraq pirə yol çəkdirib. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bir çox ibadət ocaqları kimi bu məscid də dağıdılıb. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Bibi Heybət məscidi yenidən inşa edilməyə başlayıb və bir il sonra açılış mərasimi olub.